Uşaqlar, sizə belə bir maraqlı suallarım var. 5 dənə sual verirəm. 5-i də bir-biri ilə əlaqəlidir və səviyyə üzrə 1-dən 5-ə doğru çətinləşdirilmiş formadadılar. Və bir şey də qeyd edeyim ki, bu suallar buraxılış imtahanlarında, hətta daha doğrusu blok imtahanlarında tez-tez qarşınıza çıxar. Məsəl üçün, birincisi nisbətən asandır, buraxılışda daha çox tez-tez düşür. Həmçinin sınaqlarda da çıxacaq qarşınıza. Digərləri 4-cü, 5-ci, 3-cü tipdə olanlar misalları isə əsasən blok imtahanlarında çıxırlar qarşımıza. İndi gedək bunların həllinə. Həlli qaydası nəyə oxşuyur? Buna yadınıza gəlirsə dərsdə də Viet fason belə deyək də, Vietə oxşar bir formada həll edildiyini demişdik. Ümumiyyətlə burada yadınızda qalsın. Formulda nə olmalıdır? A üstəgəl çıxma da olar. Yəni plus minus. Burada mütləq baxın, hökmən burada 2 durmalıdır və içəridə də hər hansı bir başqa bir ədəd durmalıdır. Və bunlar nə formada həll olunur? Elə 2m və n ədəd şəklində yazılır ki, yenə müsbət olanda müsbət, çıxma olanda da çıxma yazılacaqdır. Elə iki ayrı-ayrı ədədlər kimi ayrılıqda yazılırlar ki, hansı ki bu m ilə n-in cəmi mənə verəcəyi də a-nı. M ilə n-in hasili də mənə verəcəkdir nəyi? B-ni. Və mütləq yadınızda qalsın, burada mütləq 2 durmalıdır. İndi deyəcəksiniz ki, ay müəllim 2 olmayanda nə edəcək? Əvvəlcə gəlin 2 olan tipdə misallara baxaq. Birincisi, kökün altında 8 üstəgəl 2 kökün altında 15. Bu asan misaldır. Niyə? Çünki burada artıq 2-ni özü yerləşdiribdir. Bizə qalır sadəcə olaraq fikirləşmək. Fikirləşməliyik ki, nəyi? Toplayanda 8, vuranda 15 eləyən ədədlər hansılardılar? Bunlardan biri 5-dir, digəri də 3-dür. Onda bu ifadəni yerinə yazırıq ki, kök 5 üstə gəlsin kök 3. Toplama olduğuna görə toplama qoyuruq. Bir də nədə diqqətli olun mütləq. Çıxma əgər olsaydı, bu ifadələr kökün altında müsbət olduğunu fərz elədiyimizə görə böyükdən kiçik çıxılmış formada durmalıdır. Yəni əslində modul işarəsi dururdu. Amma siz belə qısaca yadınızda saxlayın. Əgər çıxma varsa böyükdən kiçik çıxılması yazılmalıdır. Məsələn, toplama olanda toplananların yerini dəyişsəm heç bir fərqi yoxdur. Amma çıxmada böyük çıxılsın kiçik şəklində durmalıydı. Keçək ikincisinə. İkincisində nə yazılıbdır? 17 minus 12 kökün altında 2 durubdur. Düzdür? Biz burada nə deyirik uşaqlar? Bizə burada nə lazımdır? 17 ilə işimiz yoxdur. Biz burada axtarırdıq 2-ni. Mənə lazımdır 2. 12-ni 2 vurulsun neçə kimi yaza bilərdim? 6 şəklində. 2 mənə lazımdır, amma 6 mənə lazım deyil. 6-nı onda bax, burada 2-ni qeyd edirəm, amma 6-nı göndərməliyəm içəriyə. 6 içəriyə nə cür girir? 36 şəklində, düzdürmü? 36 da gedib orada kimlə rastlaşdı? 2 ilə. 36-nı 2-yə vurdum, nə elədilər? 72. Yenə gətirdik o istədiyimiz şəkil formasına. Baxın, yenə toplama çıxma oldu. Bu hissə kök altılıdır və burada mütləq nə dururdu demişdik? 2. İndi fikirləşək. Bax, çıxma sizi çaşdırmasın. Yəni, formul belə gedir. Cəmi bu ədədi verən, yəni cəmi 17, hasili 72 ilə ədəd axtarırıq. Toplayanda 17, vuranda 72, eləyir 9 və 8. Və biz bayaq nə demişdik? Birinci böyük olan çıxmalı ifadələrdə, sonra kiçik olan yazılır. Bunu bu formada da saxlaya bilərsiniz, amma cavablarda daha çox kökün altından çıxardırlar. Yəni irrasionallıqdan azad edirlər. 9 özü tam çıxır, düzdürmü? Oradan 3 çıxır. 8-i də necə çıxardardım? 4 vur 2 deyərdim. 4-dən 2 çıxardı. Bu 2 qalardı. Bu da ikincisinin cavabı. Bunlar asanlıqdılar. Keçək üçüncüsünə. Üçüncüsündə nə yazılıbdır? 9 üstəgəl kökün altında 80 yazılıb. Bizə nə lazım idi bu hissədə? 2. Var orada 2? Yox. 2-ni mən harda axtarıram? Baxın, bayaq burada 2 gizlənmişdi 12-nin içərisində. Mən o 2-ni tapdım. Digər vuruğu da göndərdim içəriyə ki, mənə lazım deyil. 2 bu hissədə görünmür. Onda mən girib 2-ni içəridə axtaracam ki, bəlkə orada 2 olar. Amma 2 kökün altında 4 kimidir, düzdürmü? Çünki durub orada 2 axtara bilmərəm. 2-ni kökdən çıxartmaq olmayacaqdır. Mən içəridə nə axtarıram? Hanı bizim 4-ümüz? 4-ü axtardım. 80 də deyir ki, mənim içəridə 4 var. Bunu necə yaza bilərsən? 4 vurulsun 20 deyərdim də, düzdürmü? Deyəcəksiniz ki, ay müəllim 20-nin özündən də çıxır. Yəni 20-ni yenə parçalamaq olar. Ya da ki 80-i 16 vurulsun 5 kimi parçalamaq olar. Bizə başqa ədədlər lazım deyil. Sırf lazımdır 4. Onda 20 vurulsun 4 deyərəm buna. 4-ü də çəkib kökün altından çıxardaram, verər mənə 2. Amma 20 içəridə qaldı. İndi fikirləşin görün.
Toplayanda 9, vuranda 20. Neçə eləyirdi bunlar? 5 ilə 4 eləyir, düzdür? Kök altında 4, üstə gəlsin. Kökün altında 5 deyərəm. Yenə 4-ü çıxartmaq mümkündür. Çıxartmaq mümkün olan yerdə mütləq çıxardın. Yəni gedib bir də boş-boş variantlarda belə bir ifadə axtarmayın. Və tapa bilməyəndə də gəlib üstümə deyəcəksiniz ki, ay müəllim nəsə bir səhvlik var idi. Çıxa bilən ədədlər. Məsəl üçün 9 çıxırdı, çıxartdım. 8 tam da olmasa qismən irrasionallıqdan azad etmək olurdu da, düzdürmü? Qismən də olsa çıxartdım. Yəni nə qədər bacarırsa, getdiyi yerə qədər kökdən çıxartmağa çalışın. Bildikmi bu üçüncünün cavabı? Deməli nə etdik? Üçüncü misalda uşaqlar 2 içəridə burada yox idi. Məsələn, yuxarıdakı misalda 2 12-nin içində gizlənmişdi. Birinci misalda ümumiyyətlə ən asan misal o tipdədirlər. 2 orada durur. Amma üçüncü misalda 2 burada da yox idi. Girib içəridə 2-ni axtardım, tapdım, çıxartdım və birinci həll edilədiyimiz ümumi qayda ilə tapdıq. Keçək dördüncü misala. 8 plus 63 kimi yazılıb. Onu bura köçürdək ki, yuxarıda yeri yoxdur. 8 üstə gəl, kökün altında 63. İndi baxıram. Burada 2 var. Birinci yoldan həll edib yoxdur. 2 burada hansısa bir vuruq varmı onun içərisində gizlənsin? Orada da yoxdur. 2-ni gedirəm içəridə 63-dən soruşuram ki, burada 2, daha doğrusu 2-nin kvadratı 4 var, deyir, o da yoxdur. Ona mən məcburam nəyə? Getməyə uşaqlar. Özümdən 2 gətirməyə. 2 gətirməkdən ötürü nə edərəm uşaqlar? Burada gördüyünüz ifadə yoxdur. Bütün elementlərini 2-yə vuraram. 8-i 2-yə vuraram eləyər 16. Kök altda 63-ü 2-yə vuraram eləyər 2 kökdə 63 və buranı da nəyə bölərdim? 2-yə. Baxın, 2-yə vurdum, elə bil ki, surəti də məxrəci də 2-yə vurdum, 2-yə böldüm qaydası. Əslində bilirsiniz də, eyni bir ədədə vuranda, böləndə dəyişmir. İndi baxıram, soruşuram ki, toplayanda 16, yəni çünki artıq mənə 2 lazım idi, tapdım da onu, düzdürmü? Toplayanda 16, vuranda 63, hansı ədədlərdir? 9 ilə 7 eləyir, düzdür? Kök 9 üstə gəlsin, kök 7. Bir də burada 2 var idi. 2-ni də mütləq qeyd eləməliyik. 9-dan neçə çıxacaqdı uşaqlar? 9 3-ü verir mənə. Bir dənə də nə qalmışdı burada geriyə? Kök 7. Bir də nə var idi məxrəcdə? Kökün altında 2. Əslində bu cavab, yəni düzgün cavab sayılır. Sadəcə olaraq bəzən testlərdə məxrəci irrasionallıqdan azad etmək tələb olunur. Ona görə surəti və məxrəcin qoşması olan. Məxrəcimiz neçədir? Kök 2. Onun qoşmasına, yəni elə özünə vurmaq lazımdır. Kök 2-yə vurmalıyam. İndi baxın, kök 2-ni kök 2-yə vuranda artıq verir mənə nə? 2. 3-ü kök 2-yə vuranda neçə eləyəcək? 3 kökdə 2. Kök 7-ni kök 2-yə vuranda da neçə verəcək bizə? Kökün altında 14. Yəni bu da düzgün cavabdır uşaqlar, bu da düzgün cavabdır. Variantlara baxarsınız. Təbii ki, ikisindən yalnız biri olacaq. Çünki 2 düzgün cavab verməz də variantda. Düzdürmü? Bunlar qəbul edirik. Və bir də qaldı ən çətin tipi, üçüncüsü, daha doğrusu 5-incisi. Burada da nə vermişdir bizə? 7 üstə gəl, 3 kökün altında 5. Buna niyə mərdimazar deyirik ay uşaqlar, belə deyim də sizə. Çünki bizə lazım idi burada neçə? 2. 2 görürsünüz, burada yox. 2 burada gizlənib, üçün içərisində yox. Bəs içəridə varmı? 2, 4 şəklində, o da yoxdur. Problem nədən ibarətdir? Birinci problem odur ki, 2 yoxdur. İkinci problem də odur ki, burada 3 nə gəzir? Bu 3-dən əvvəlcə xilas olaq. 3-ü göndərərəm içəriyə. Nə şəkildə? Kvadrata yüksəldərəm. 3 eləyər 9. 9-da 5-lə rastlaşdı. 9-u 5-ə vurdum, elədilər 45. 3-dən xilas olduq. Problemin biri aradan qalxdı. Qaldı geriyə ikinci problem. Bizdə hələ də 2 yoxdur. Bunu da 4-də elədiyimiz qayda ilə 4-cü misalda necə eləmişdik? 2-yə vurub 2-yə bölmək qaydası ilə. 2-yə böldüm və 2-yə vururam. 14 üstə gəlsin 2 kökün altında neçə? 45. İndi baxırıq, lazım idi 2, gətirdik biz bura özümüzdən 1-2-ni. Yazıram bura kökün altında 2. Bu məxrəci birinci yazdım ki, xilas olaq ondan. Qalır geriyə nə? Hesablamaq. Toplayanda 14, vuranda 45. Hansı ədədlərdirlər bunlar? 9 ilə 5, düzdür? Yazıram bura kök 9, üstə gəlsin kök 5. Kök 9-dan nə çıxır? 3. Kök 5-dən isə heç nə çıxmır, kök 2. Yenə yuxarıda dediyimiz qayda ilə düzgün cavab bu da götürə bilərik. Surəti və məxrəci kök 2-nin qoşmasına, yəni kök 2-nin özünə vurmaqla məxrəci irrasionaldan azad eləyə bilərik. Baxın, kök 2-ni kök 2-yə vuranda eləyir 2. 3-ü kök 2-yə vururam. Bir də kök 5-i kök 2-yə vururam. Bu da verir mənə nəyi? Kök 10-u. Yenə deyirik. Bu da düzgün cavabdır uşaqlar. Bu da düzgün cavabdır. Təbii ki, yenə də variantlarda ikisindən biri olacaq. Başa düşdükmü? Baxın, belə deyim də sizə, buraxılış imtahanlarında da tez-tez düşür. Bu misal tipi qəbul imtahanlarında da tez-tez düşür. Əgər özünüz elə yeni din toplusunu işləmisinizsə, hətta köhnə topluda da çox idi buna oxşar formada misallar.
Həlləri isə ən rahat yolu deyim də sizə, yəni bu yolu daha yaxşı mənimsədinizsə, ən yaxşı yolu bu formadadırlar. İnşallah imtahanda da qarşınıza çıxar və bu formada misalları həll eləyə bilərsiniz.